Yəni hər bir halda məscid sökülürsə də yerinə məscid tikilir. Yəni bizdə Qarabağda son 5 il demək olar da, təqribən 2020-dən üzü bu yana neçə dənə məscidin açılışına ölkə başçısı gedib, neçə dənə məscidlər təmir olunub, neçə dənə məscidlər düzəldilib, səhmana salınıb. Bəziləri dünyaya göstərilmək üçün saxlanılıb o dağılmış halda, yanında ondan daha böyüyü tikilib, daha yaxşı tikilib və biz səfərə gedəndə, yola çıxanda gedib orada namaz da qılmışıq. İçərisində girmişik, icazə veriləndə ziyarət eləmişik o məscidləri, istər Şuşa məscidi olsun, istər Zəngilanda olan məscid olsun, başqa yerdə, hansı ki məscidlər var. Məscidlər var, sadəcə olaraq hər şey yavaş-yavaş, hər şey tədricən inkişaf edir, gedir qabağa.